Seçilən və sevilən bir müəllim olmaq üçün ixtisasını gərək dərindən biləsin. Artıq digər şeylər ondan sonraki mərhələdir. Sən ixtisasını dərin biləndən sonra istər orta məktəbdə, istər sertifikasiya imtahanında, istər MİQ imtahanında, istər abituriyent hazırlığında, kurs imtahanında hər bir yerdə öz sözünü demiş olacaqsın. Və həm əhatəndəki müəllimlərdən, həm də dərs dediyin şagirdlərdən və yox dərs demədiyin şagirdlərdən daha üstün olduğunu hər dəfə sübut elədikcə, kənarda, ətrafda sənə qarşı bir hörmət, bir sayğı yaranacaq ki, bu da sənin üçün elə arzuladığın bir şeydir. Və digər şeylər artıq öz-özünə gələcək, davranışdır, filan, geyimdir, nədir, bunlar artıq sonraki məsələdir. Birinci növbədə sən ixtisasını mükəmməl şəkildə bilməlisən ki, sən yəni şagirdin üzərində o hökmranlığı əldə edə biləsən. Üstünlüyünü təmin edə biləsən. Ondan sonra artıq o sənin sözünü eşidəcək. Sən əgər qayıdış növü, uşaq məhsul növü deyirsən, qayıdış növü deyirsənsə və uşaq səni səhv çıxara bilirsə və bu bir çox situasiyalarda baş verirsə, sən ixtisasını yaxşı bilmirsən və ixtisasını yaxşı bilmədiyin üçün də onun üzərində elə bir söz sahibi ola bilməyəcəksən. Ona görə bir müəllim öz ixtisasına dərindən yiyələnməlidir. Yəni, biz bütün bunları nəzərə alaraq son standart qrupumuzu açırıq MİQ üçün. Bu qrupa qoşula bilər həm ibtidai sinif müəllimləri, həm də dil ədəbiyyat müəllimləri. Bir ibtidai sinif müəlliminə mən səni dil ədəbiyyat müəllimi səviyyəsinə yetişdirəcəyimə söz verirəm və sənin biləcəyin elə faktlar, elə şeylər olacaq ki, onu sənin məktəbində bəlkə də əhatəndə olan bir çox dil ədəbiyyat müəllimi bilmir və yaxud dil ədəbiyyat müəllimlərə də söz verirəm. Sən elə şeylər öyrənəcəksən ki, bu təkcə savaddan ibarət olmayacaq. Həm də şagirdi ələ almağın yollarını biləcəksən. Hər hansı bir mövzunu necə izah eləməyin yollarını biləcəksən. Məhsul növ feili, nə bilim, mürəkkəb cümləni, budaq cümlənin növünü və ya feili birləşməni hər kəs izah eləyə bilər. Amma fərqli necə izah eləmək olar? Bax, onu sən bu dərslərin içərisində öyrənəcəksən. Yəni, mən deməyəcəm, onu bu cürdür. Sən o video izahlara, o dərsə, o canlılara, o sınaqlara baxaraq bunların hamısını yavaş-yavaş özün gözəl bir şəkildə mənimsəmiş olacaqsan inşallah. Və qrupa qoşulmaq istəyən dil ədəbiyyat müəllimləri 070 882 18 83 nömrəsinə, ibtidai sinif müəllimləri 055 597 01 51 nömrəsinə. Eyni zamanda həmin nömrəyə blokajlaşan abituriyentlər də yaza bilərlər, istəyərlərsə. Və belə, təbii ki, bu qruplar dediyim kimi siz bütün proqramı tam olaraq keçəcəksiniz canlı yayımlarda və beyin şişirdən, baş şişirdən bilirəm ki, çoxu bizim qrupa çətin səviyyəli testlər üçün gəlir. Bunları da mütləq şəkildə görəcəyiz. Gündəlik sınaqlarımız da öz yerində. Bu qədər, sağ olun.